Kendin dili olsaydı size ne diyerdi? Kendin dili olsa bizi kınıyardı ki niye 30 ile yakın Mərzilini terk elediniz, Mərzilisiz yaşadınız ve nece yaşadınız? Çox güman ki, məni danlayardı. Çox möhkəm. Deyərdi ki, sən niyə bunun uğrunda ölmədin? Kendim dili olsa bize derdi ki niye böyle geç gelmişsiniz? Niye böyle geç gelmişsiniz? Biz bu kendi böyle görmek istemezdik. Kendimizin dili olsaydı derdi ki darıxmışam sizin səsinizdən ötürü. Bence bu kendin dili olsa derdi ki keşke hemen o kaygısız günlerimiz olaydı. Hemen insanlarla görüşeydik, işleyeydik bir yerde. Kətdə mənim əzizlərimin, anamın qəbri burada qalıb. Qovum əqrəbəmiz, neçə illər yaşadığımız kəndimiz, torpağımız, nə bilim, nəsə deyərdisə onu mən təsəvvür eləyə bilmirəm. O birinci növbədə azadlığının təntənəsinə sevinərdi. Elə mənə də ilk sözü xoş gəldin Seyfəddin olardı. Sən öz kəndinə gəlib bu vəziyyətdə kəndini görürsən, sevinirsən yoxsa ağlamaq istəyirsən. Mən ona cavab verərdim ki, mən kəndimi bu vəziyyətdə görəndə elə yurdumu görürəm, ona da sevinirəm. Kəndin kökü buradan üzülməyib, torpağı bilir ki buradır. Dili olsa 30 il onu biz yağıların tapdaq altına verdik deyə qınıyardı. Amma əlbəttə görüşəndən sonra onun torpağından öpüb, üzr istəyib, məni bağışlamasını xahiş eləyərdi. Bu kənd onu deyir. Deyir ki, yolunuzu çoxdan gözləmişəm. Ama şükür ki geldiniz. Mənim üçün bu qeyri-adi dərəcədə böyük bir sevinç və xoşbəxtlikdir. Yurt itkisi ilə rastlaşanlar və həyatının ən gözəl atalı, analı, bacılı, qardaşlı keçirdiyi o günləri yada salan əraziyə gələrkən insan qeyri-adi dərəcədə özün xoşbəxt hiss edir. Həm də ən əsası, inanın ki, ayaqlarım bu torpağa dəyəndə aldığım enerjini, hiss elədiyim o gücü heç bir yerdə ala bilmirəm. Birinci dəfə gələndə özümdən asılı olmadı, əhd eləmişdim torpaqdan öpüm, amma sonra gördüm ki, torpağı yemişəm. Onu sonra hiss elədim torpağı yediyimi. Böyrümdən gördülər, gəldilər, çıxartdılar. Çox ağır idi sənə deyim. Çox ağır idi o birinci dəfə gəldiyim dövr. Çox qürur verici bir məqamdır. Bu günləri biz Azərbaycan vətəndaşları azad olmuş Azərbaycan torpağındayıq. Mərzili mənim dünya görüşümün, insanlara münasibətimi, insanlarla ünsiyyət qaydasını öyrədibdir. Mərzili mənim üçün çox vacib bir məqamdır. Çünki burada mən həm Qarabağı dərk eləməyə başlamışam, həm Qarabağın cəmaatını dərk eləməyə başlamışam, həm də özümü dərk eləməyə başlamışam. Ona görə də Mərzili mənim üçün çox vacibdir. Könül aşık sen dolan yorulma, Könül aşık sen dolan yorulma, Hey başına yağına vatanın, Bu cennetten Gayri
söz oxu özünə dəysin. Daş atanın daşı özünə dəysin. Toxunmasın ayağına vətən. Elim köməyim olsun. Elim köməyim olsun. Elimə köməyim olsun. Elimə yük olursam, elimə yük olursam, elim köməyim olsun. Onların üçüncü gəlişimdir bu kəndə. Hər dəfə gələndə belə kövrəlirəm. Bu həyətdə böyümüşəm, çox qayğısız günlər yaşamışıq. Mən deyərdim ki, bəlkə də çılğın uşaq olmuşam, hamı deyir. Amma mən ən çox nadinc uşaq mən olmuşam, evin nadinci mən olmuşam. Divarlarımıza baxıram, daşlara, divarlara, nə bilim, sifdə bu kəndə gələndə torpaqlar azad olunandan sonra bacılarımla gəzirdik, evi tapa bilmirdik. Gəldim, bax, deyə bu kafellərdən biz evimizi tanıdıq. Bu bizim hamamımızın içərisi idi. Bunu da biz yadıma gəlir, uşaqlığım yadımdadır. O vaxtın ustaları biraz çox belə kafel düzə bilmirdilər də. Onun o bəzəkləri vardı ki, üst-üstə düşməli idi. Onu bacılarım yerdə düzüb qoşurdular, verirdilər ustaya, usta da onu dənə-dənə divara vururdu. Hamamımızın kafelini hamımız tanıdıq ki, bu ev bizim evimizdir. Qapımızın hər daşın elə bir ki, özünün öz bir tarixçəsi var. Hər daşdan mənə elə bir səs gəlir. Çünki o daşlar nə əziyyətlərlə tikilib, hansı zəhmətlə tikilib. Atamın zəhməti var o daşlarda, anamın əziyyəti var, bacılarımın, qardaşımın əziyyəti var o daşların ora düzülməyində. Bəlkə də bu daşların dili olub danışsaydı, çox şeylər danışardılar. Bəzən otururam, deyirəm ki, baxıram belə həyətə, baxıram, boylanıram belə həyətimizə. Deyirəm, burada aşağıda darvaza deyirdik də, o vaxtı qapımızdan, böyük qapıdan, əsas girişdən. Orada bizim su çəni, su doldurduğumuz çay suyu. Çünki bizim kəndin içməli suyu az idi. Gülaflı kəndindən su alırdıq. Və baxıram orada həmin bizim o su çənimiz durur. Özdə hara qoymuşuq oradadır. Su maşınının qapıya gəlməyi, o gələn anda çəndən əlavə yenə də qablar gətirib doldurmağımız və hayla, köylə o qonşunu çağırırdıq, bu qonşunu çağırırdıq ki, içməli su gəlib, içməli su gəlib. Yəni belə bir haylı, köylü günlərim yadıma düşdü. Səs salanın biri də mən idim. Tutaq ağaclarımız vardı, quruyub orada, tutaq ağacının dibində evci oynuyorduk. Özdə bizim kukulalar nədən olurdu? Qarğudan düzəldirdik kukulalarımızı, qarğıdan. Saç düzəldirdik parçalardan, kukulamıza saç düzəldirdik. İndi onu mən bacara bilmərəm. O vaxtı bacarırdıq. O günlərim yadıma düşdü. Və məktəbə getdiyim o izlər hamısı yadıma düşdü. O xatirələrim yadıma düşdü. Səhər tezdən dururduq. Anam, təbii ki, anam, atam, onlar bilirsiniz ki, biz tərəkəm olmuşuq. Mənim valideynlərim bizim yanımızda çox vaxt olmurdu. Biz amma böyük bacılarımla qalıb məktəbə gedirdik burada. Amma tətillərdə gedirdik anamla atamın yanına, fermiya da, belə deyək. Lay lay, lay lay, lay lay, lay lay, lay lay, bala lay lay, körpə sonamay lay. Lay lay bala lay lay, körpə sonamay lay. Kəcavələr düzüm düzüldü, yay bala düzüldü. Axşam oldu ala gözlər süzüldü, yay bala süzüldü. Lay 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 lay, lay 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 lay, lay lay bala lay lay, lay lay sonamay lay, lay lay bala lay, lay lay kuzum ay lay, lay lay bala lay lay, lay lay kuzum ay lay, lay lay bala lay, lay lay gülüm ay lay. Bütün kənd bilirdi ki, filankəsin qızı oxuyur.
Özdə bizdə anam narazı idi, atam yox. Mənə əsas mənim böyük bacım, Şəkürə bacım oxudu və anam oxutmayıb. Demək ki, bir günləri Ağdam 1985-ci ildə, 85-ci il idi. Kəndimizdə Qaragöz müəllimə vardı, bizim pioner daşlar rəhbəri idi. Bir günlərim İsmarıc göndərdi ki, uşaq yığırlar. Musiqi məktəbi açılıb. O vaxtı da Murad Rızayevin rəhbərliyi ilə bir dənə pionerlər evi var idi. Hər ildə orada gedirdik, müsabiqədən keçirdim. Qoymurdu anam getməyə. Müsabiqədən keçirdim, anam qoymurdu getməyə ki, qoymuram. Amma bu dəfə bacım gəldi bizi Rafiq Rüstəmov, məktəbin direktoru, indi hal-hazırda Londonda yaşayır, bizim dəyərli əməkdar mədəniyyət işçisi, tar ustadı. Rafiq Rüstəmov gəldi bizim kəndə. Dedi, uşaq yığıram, bəs təzə məktəb açılıb. 85-ci il idi. Ustad sənətkar Xan Şuşinskinin adına. 5 illikdir, orada bu dəfənlər keçiriləcək, musiqi təhsili veriləcək. Yəni, belə öz fəaliyyət dərnəyi kimi deyil də, əməlli təhsil veriləcək. Və o vaxtda da xanəndəlik məktəbi Ağdamda bir Xan Şuşinski məktəbində idi. Məni də Qaragöz müəllimə sağ olsun, Allah köməyində dursun, dedi, Sevinç mütləq gəlməlidir. Elə anam da qoymur, bacım anamdan xəlbət məni götürdü, gətirdi həmin o məktəbə. Məktəbdə də gəldim, gördüm ki, kimlər var burada? İslam Rızayev, Süleyman Ələsgərov, Şövkət Ələkbərova, hamısı seçimə gəliblər. Hə, nə oxuyassan? Qaldım belə, nə oxuyacaq? Başladım, dağlardan açdım oxumağa, dağlardan açdım. Dağlardan açdım, düzə qoymadılar. Bəzəndim, gəldim, sizə qoymadılar. Ayar sənə mən aşıq. Özdə açıq kökdə, do kökündə bilmədən səsi oranı tutmuşam. Ay qız, ay qız, ay qız, özümdən sən əllə, qolla, belə qəşək sərbəst. Çünki o qədər sərbəst idim oxumağa, çəkinmirdim oxumaqdan. Beləcə Süleyman Ələsgərov qayıtdı ki, bu hazır xanəndədir ki, bunu nəyin seçirsiniz? Seçildi. Eləcə seçildim. Və beləcə Mərzilinin səsi Beləcə oldu. Mərzilinin səsi oldum mən. Mən elimə, obama təşəkkür edirəm ki, mənə o hörməti qazandırdılar, mənə o hörməti qoydular. Mən onun üçün onlara təşəkkür edirəm. Bugün də mən gəlirəm bu elimin, obamın o cığırlarına, izlərinə baxıram. Hər cığırda hərənin özünün öz izi var burada. Bu kənd sizə nə verib? Bu kənd mənə hər şey verib. Bu kənd məni Sevinç Sarıyeva eləyib. Bu kənd məni mən eləyib. Buradan çıxırdım, evimizdən çıxırdım, o daş yol deyirdik, daş yola. Bir adam yox idi ki, mənə desin ki, bu qızın işi gücü yox. Bəlkə də deyirdilər, üzümə demirdilər. Amma o qədər həvəslə cəmaat fəxr eləyirdi, deyərdim. Elə bugünkü kimi, Allah haqqında olsun. Çıxırdım o yola. Demək, bizim avtobus işləyirdi səhər saat 8-dən, axşam saat 4-ə kimi. Gedəndə rahat gedirdim. Çünki mən orta məktəbdə oxuyurdum, səhər oxuyurdum. Musiqi məktəbinə gedirdim. Saat 2-dən sonra. 2-də mənim musiqi məktəbində dərslərim başlayırdı. Avtobus bilirdim ki, 2-nin yarısı gedir də. Orta məktəbdə də 6 dərsimiz olanda ya 1 ya 2-nin yarısında çıxıb axı daş yola çıxa bilmirəm. İcazə alırdım. O dəqiq icazə verirdilər ki, müəllim, mənim bugün musiqim var. O dəqiq icazə verirdilər, mən gedirdim. Və axşam qaydanda avtobusumuzun artıq vaxtı bitirdi. 4 tamamda avtobusumuzun axırıncı gedişi idi. Və dururdum o 5 mərtəbə Ağdamda 5 mərtəbə deyilən bir yer var. Orada yadınıza gələr ki, orada bir ağac vardı. Onun da dibində o qədər durmuşam ki, çətirim dolmurdu. Başıma yağış düşməsin, yayda gün düşməsin. O ağac məni həmişə qoruyurdu. Siz təsəvvür eləyin, orada dururdum. Kəndə gələn KAMAZ, Qaz 53, Qaz 51. Nə bilim, Willis, kənd maşınları nə var idisə, o dəqiqə məni tanıyan. Əl eləyirdim, tanıyırdım. Kəndi başdan ayağa tanıyırdım. Bugün də deyirlər filan kəs, deyirəm ki, tanıyıram. Niyə? Çünki onların maşınında o qədər gedib gəlmişəm ki. Allah rəhmət eləsin. Bax, qoca dayının maşınında getmişəm. Özü də oxudurdu məni buradan rayona kimi. Və Allah rəhmət eləsin Nizami Şükürova. O qədər onun maşınında gedib gəlmişəm. O da oxudurdu. Amma o qədər gözəl, o qədər səmimi bir insan idi ki, KAMAZ şofirləri, zil şofirləri hamısı məni tanıyırdı. Özü də maşınla mindirəm məni oxudurdu. Bu gün nə keçmisən? Bu gün hansı dərsi keçmisən? Hamısına bir-bir başlayırdım hesabat verməyə ki, bu gün bunu keçmişəm. Bayat Kürt muğamı keçmişəm, Şahnaz keçmişəm, Qatar keçmişəm. Hamıya da deyirdim ki, filan muğam, oxu görüm ondan bir balaca. Oxuyurdum, həvəslə oxuyurdum. Bax, bu kənd məni mən eləyən həmin o kəndin cəmaatı olub. Məni sevinc eləyən.
Bizim bax bu evimin qonşuluğu atamın mamasının nəvəsi idi. Şahlar Həsənoğlu çox gözəl, həm Xankəndi Universitetinin müəllimi idi, tarix müəllimi idi. Həm də ki, gözəl qələmi var idi. Gözəl əsərlər yazmışdı. Üzdə Tərəkəmə elindən də çox gözəl bir əsər yazmışdı, Alabuludlar. Onun evinə müxtəlif qonaqlar gəlirdi. Məni çağırırdı, oxutdururdu. 12 yaşım vardı, 5-ci sinifdə oxuyurdum. Kim hara çağırırdı, gedib oxuyurdum. Və o vaxtı gəlirdi, Ənvər Əhməd gəlirdi Şahlar müəllimin evinə qonaq. Sonra Namiq müəllim var idi Şuşada, onun evinə qonaq gəlirdi. Sonra mənim dayımla yaxın dost oldular. Yəni belə, bax yadıma bura gələndə o xatirələrim düşür. Daxilən o qədər doludur içim. El istəyirəm danışım, oxuyum, danışım. Siz inanırsınız, mən gecəni yatmamışam. Amma səs görürsünüz necə işləyir. Kövrəlirəm, amma kövrələ belə oxuyuram. Nə oxutdu məni bilmirəm, hava oxutdu. Bu bağı bağ eylərəm, ay bülbüllər. Yanın çardaq eylərəm, ay bülbüllər. Eşitsəm siz gəlirsiniz, ay bülbüllər. Yolun çıraq eylərəm, ay bülbüllər. Eşitsəm siz gəlirsiniz, ay bülbüllər. Yolunu çıraq eylərəm, ay bülbüllər. Mən bu kəndin ən sadə, bu kənd üçün canından keçməyə və hər şeylə keçməyə hazır olan adi bir Mərzili balasıyam. Sadə bir ailədə böyümüşəm. Mənim həyatım demək olar ki, əsas etibarilə aprel ayına qədər kəndimizdə, amma aprel ayından sonra fermalarda yazlığa həvəsləyən, qaçan, quzuların yanına oradan ötürü darıxan bir sadə kəndli balasıyam. Amma eyni zamanda həm də elmə son dərəcə həvəsli bir uşaq olmuşdum. Və uşaqlıqda da kənddə olarkən həmişə böyüklərin yanında daha çox olduğuma görə bəlkə də yaşımdan daha tez böyümüşdüm. Ona görə ki, onların söhbətindən doymazdım. Bəzən də sizə deyim ki, nənələrimin, ondan sonra ağbirçəklərin yanında olurdum. Həm onların dediklərini mənimsəyirdim, götürürdüm. Çox səbirlə onlara qulaq asırdım. Amma həm də o yaşlı ağsaqqal kişilərin falan heyranlıqla onlara qulaq asırdım və kəndimizin ən qədim dövründən başlayaraq baş verən ən maraqlı hadisələri onlar danışırdılar. Mən də sinə dəftər yığırdım onları və əvvəl elə bilirdim ki, bu artıq məsələlərdir, başıma doldururam. Amma zaman keçdikcə gördüm ki, bu torpağın nurla dolmuş insanlar bizim tərbiyəmizə, mənim dünya görüşümə nə qədər güclü təsir edibdi və adətən həm bir yaşlı, kübar, oturuşun, duruşun bilən adamları, qadın və ya kişi görəndə dərhal onlar yadıma düşür. Həm də tərbiyəmdə onların oynadığı rolu minnətdarlıqla yad eləyirəm və rəhmətlə də onları anıram. Ağdamın özünə məxsus xüsusiyyətləri və tarixi olan kəndlərdən biri Mərzili kəndidir. Bu kəndin yaxınlığında aparılan təsadüfi qazıntı nəticəsində küp qəbirlər tapılmışdı. Məlumdur ki, küp qəbirlər eramızdan əvvəl 2-1-ci əsrlərdən
Eramızın 1-2 əsrlərinə qədər, hətta bir sıra tədqiqatçılar onu İslamın qəbul edilməsinə qədər mövcud olduğunu göstərirdi. Yəni Mərzili çox qədim tarixə malikdir. Təəssüf ki, keçən yüzilin 80-ci illərin əvvəllərində arxeoloji qazıntılara başlamaq istəyirdilər, lakin erməni işğalları təəssüf ki, o dövrdə yaranmış vəziyyət buna imkan vermədi. Amma bir tarixçi kimi 18-ci yüzilin əvvəli, o cümlədən də 19-cu əsrdə Mərzili kəndinin tarixi ilə bağlı xeyli yazılı qaynaqları araşdırdım. O cümlədən də 1823-26-cı illər olsun, 30-cu illər, 40 və s. illərdə, o cümlədən də 1886-cı ildə kameral siyahı almalar vardı və bu kameral siyahı almalarda məlum olur ki, əslində Mərzili kəndi tarixən burada vaxtilə Cavanşir tayfasına mənsub olan ərazi olmuşdu. Sonradan xanlıqlar yaranarkən buranı Mehdiqulu xan özünün yaxın adamlarına vermişdi. Onun bir hissəsi də Cəfərqulu ağa və İsmail bəyə. Ona görə də burada 3 Mərzili kəndi olub. Birinci Mərzili və yaxud da əsas Mərzili də deyirlər. Cəfərqulu ağa Mərzilisi, bir də İsmail bəyli Mərzilisi. Çox maraqlıdır ki, qeyd olunur ki, burada 9 tayfanın cəmləşdiyi bir cəmaat, eyni zamanda 28 tayfa, bu 28 tayfadan ayrılan 40-a qədər tirələr və yaxud da sonralar bu məhəllə kimi də adlanır, məhəllələr olmuşdur. Heç bir məhəllə və tiriyə mənsub olmayan, tarixi proses nəticəsində başqa ərazidən gəlib burada yaşayan 50-yə qədər də ailə olmuşdur. Məsələn, deyək ki, Şirvandan xüsusilə köçürülən, özdə onlar Cəyirli tayfasından bir hissəsi idi. Saybalı olsun və digər xanlıqlardan olsun, adamlar yaşamışlar. Ümumiyyətlə bu kameral siyahı almalardan aydın olur ki, 19-cu əsrin ortalarında burada o 28 tayfa və bir cəmaat 40-a qədər tirədən təxminən 1086 adam yaşamışdır. Bu o dövr üçün böyük rəqəm idi. Yer gəlmişkən deyim ki, 1886-cı il siyahı almasında burada artıq 1600-dən çox adamın olduğu dəqiq məlumdur. Həm də adamların adı, soyadı, eyni zamanda onların nə qədərinin sahibkar torpağında, xanlıqlar dövründə xan özünün yaxın adamları ilə bərabər xanlıq ləğv olunduqdan sonra bu torpaqlar Rus xəzinəsinə keçmişdi. Ona görə də burada həm dövlət kəndliləri, həm də sahibkar kəndliləri vardı. Bax, bunların nə qədərinin dövlət kəndlisi, sahibkar kəndlisi, bunların içərisində nə qədər bəy, din xadimi və s. olması da bu kameral siyahı almalarda vardır və biz də Ağdam rayonunun Mərzili və bəzi başqa kəndlərindən repressiyaya məruz qalmışlar adlı əsərimizdə də bu barədə geniş bəhs etmişik və maraqlanan bizim dinləyicilərimiz də oradan bunu daha geniş şəkildə öyrənə bilərlər. Mərziliyəm, bununla da fəxr eləyirəm. Bu kənddə doğulmuşam, 1958-ci il təvəllüddüyəm. Orta məktəbi də bu kənddə qurtarmışam. Sonra Bakı Dövlət Universitetini qurtarmışam. O vaxtı Almaniyada qulluq eləmişəm. Sonra da elə kənddə müxtəlif vəzifələrdə işləmişəm. Mən işləmişəm 84-cü ildən 93-cü ilə qədər kənd soveti, katib sədr. Ondan sonra 4 il elə kənarlarda fəaliyyət göstərdik. Köşkün həyatı yaşadıq. Kənd sovetinin binası, bax bu gördüyünüz, bax binası, bax bu indi ermənilər tərəfindən uçurulmuş binadır. Bax burada yerləşirdi kənd soveti. Artel də bax buydu, xalçaçılıq sexi. Bu da klubudur. Bax, uçurulmuş, danqılmış. Kəndin digər kəndlərdən fərqi bu idi ki, bu kənd əhalisinin sayına görə bütün kəndlərdən fərqlənir. 1100 ev var. Bir evə bir təsərrüfat deyilir. 5700 nəfər kəndin əhalisi vardı. İşğal dövrünə qədər 1100 təsərrüfat var idi. Həmin illərdə 18.000 baş təsərrüfatda qoyun vardı. 3000 hektara yaxın üzüm bağı vardı. O cümlədən 3000 hektara qədər taxıl, arpa və xalçaçılıq sexi, 3 məktəb fəaliyyət göstərirdi. Kəndin həyəti deyilən, yəni
kəndin orta hissəsinə Mərzilə həyət deyirdi. Kəndin həyəti. Həmin kəndin həyətində 4 mağaza cəmaata qulluq eləyirdi kənd əhalisinə. Bərbərxanalar 4. Həyət yəni mərkəz. Ya həyət mərkəz deyilirdi. Biri-birindən soruşanda ki, hara gedirsən, deyirdi ki, kəndin həyətinə. Çox maraqlıdır. Kəndin mərkəzi, kəndin həyəti adlanırdı. Yəni, bugün də deyir o yaşlılar. Yəni, yaddan da çıxardı, kəndin həyətinə gedirəm. Hamı oranı özünün həyəti sayırdı, gedirdi orada. Biri-biri ilə söhbət eləyirdi, dərdləşirdi. Birinin alacağı vardısa, qoyun satırdı ona. Yəni, qoyun evdə olurlar, orada beyləşirdilər. Bax, kəndin həyəti bax belə. Kəndin iqlimi çox mülayim. Yəni, yayda o qədər də isti olmayan, qışda da çox sərt qışı yox idi. Ümumiyyətlə, heyvandarlığa aid yerdi deyə, onda hava iqlimi yumuşaqdır ki, burada yayda, qışda heyvan saxlanılıb, qoyun heyvanı. Demək, şərait varmış ki, onu saxlayıblar 38 min, 40 min. Sonra məsəl üçün bizim dövrümüzdə 18 min. Harada da yaxşı otlaq varsa, bilin ki, orada Mərzili var, qoyunlar. Suyu da çox normal suyu var idi. 2 dənə kəhriz var idi. Onun biri batmışdı, bərp eləmirdik. Amma biri saxlanılırdı, kəndi də bəs eləyirdi. Bu kəndin çox maraqlı adətləri vardı. Bu adətlərdən biri ağsaqqal və ağbirçək yerin bilmək, onların yanında artıq danışmamaq, özünü yığışdırmaqdan ibarət idi. İnanın ki, bəzən, məsələn, rayonda gedib yaşayan və işləyən, yaxud Bakıda yaşayanlar, orada hansısa bir səhv hərəkətə yol verərkən ağsaqqallar eşidirsə, dərhal həmin adamın əmisinə, dayısına, atasına, bibisinə və s. şikayət eləyirdi ki, bu necə tərbiyədir, oğluna tərbiyə vermişsən, Bakıda gördük, bizə yaxşı salam vermədi və yaxud da filan hərəkəti səhv elədi və yaxud da bu cür geyinmişdi. Və beləcə əslində o ağsaqqallar və ağbirçəklər həm də bir nəzarət edici funksiya yerinə getirirdi və adamlar özlərini düzəltmək məcburiyyəti qarşısına qalırdılar. Çünki kəndə gələndə dərhal səni danlayırdılar ki, bəs sən filan cür hərəkət eləmişsən, orada da bunu görüblər. Və həm də onlar qan barışdıran, yatırdan, küsürləri barışdıran, çox ağır məsələləri belə həll eləməyə qabiliyyəti çatan adamlarıdır. Ona görə buna çatırdı ki, onlar da vaxtı ilə elə böyük adamları, yaşlı insanları və onların adamlara belə münasibətin gördüyünə görə bu ənənə davam eləmişdir. Bir də bilirsiniz, o insanlarda gözü könlü toxluq, vicdanlılıq, haqq və ədalət əsas prinsiplərdən biri idi. Bəzən iki sevən gənci valideynləri hansısa bir səbəbdən verməkdən imtina eləyirdilər. Nə qədər vəzifəli adamlar vardı, gəlirdilər, amma yox deyirdilər. Bu ağsaqqallar gedəndə isə qalırdılar belə ki, bunları artıq imtina eləmək bunlardan mümkün deyildi və belə bir işdə görürlər. Amma ən maraqlısı o idi ki, onların bu ağsaqqalların məsləhət bildiyi, elçiliyə gəldiyi, bəzən də qız və ya oğlan valideynləri məcbur elədiyi gənc ailələrin sonraki taleyi də Allahın işi idi ki, xoşbəxtliklə nəticələnirdi. Yaxşı ailə olurdu, uğurlu ailə olurdu və ona görə də ağsaqqal və ağbirçəyə hədsiz dərəcədə inam vardı. Mən bura çıxdım, həyəcanlandım. Bizim kətdə 3 dənə məktəb var idi. Orta məktəb 10 illik məktəbimiz görükür. Onun bərisində 8 illik məktəb, kəndin başında bir 5 illik məktəbimiz vardı. İnternatda gen onun kimi. Oralara baxanda o qədər mən həyəcanlandım, xəyallara dalğıldım ki, bildiyim söhbətlər, sözlər də yadımdan çıxır. Bu kəndi düşünəndə kəndimizin keçmişi məni çox həyəcanlandırır. Biz bir savad olmamışıq. Bizim kənd çox savadlı olub, ziyalı olub. Bizim kəndimizdə 3 dənə məktəb olub. Belə şeylər məni xəyallar. Balnis olub, pekarn olub, internat olub. Bizim kənddə belə həyəcanlar. İndi o hadisələr baxanda, yadıma düşəndə məni çox xəyallara dalğalanır. Elimiz çox geniş olub bizim. Acaba bizim kənddə az varsa bir 50 alimimiz var. Allah elimizə dəyməsin. Bizim eldə köhnə kişilər var idi, yaşlı kişilər.
Görürdün əvvəl yaşlı kişilər məsələn gəlirdi bizim kimi. Yaşlı adamlar gələndə onlar məsləhət görürdü ki, görürsən ki, böyük gəlir. Ayağa durmaq lazımdır. Ona bir istiqamət görürsən, baba, dayı bir de buradan otura bilərsən. Və yaxud bir qadın gəlir. Görürsən ki, qadında bir yerdə durmuşsan, növbət sənindir. Xeyr, həmin qadını hörmət elə, idarəni, yerini ona ver. Belə kişilər vardı kəndimizdə, məsləhət verirdi, tərbiyə verirdi. Düzdür, mən 60-dan bərini yaxşı təsəvvürümə gətirə bilirəm. 60-dan o tərəfəni yox. O gəlir az-az uşaqlıq illərim yadıma düşür. Amma 60-cı ildən bəriki tarixlər xatırlayıram ki, hə, bizim kətdə belə ağsaqqallar olub. Geçmiş vaxtlar düzdür, damlar olub, xırdevlər olub. Amma sonra 60-dan bəri Mərzili kəndinin daş evləri oldu, xırdası oldu, sonra getdikcə ziyalı böyüdü. Bizim kətdə belə genişlik oldu, artım oldu. Mərzili kəndi ən çox heyvandarlıqla məşğul olur. Sonra baxçılıqla, tərəvəzlə məşğul oldular. Bizim kətdə çox geniş təzlərlə baxçılıq əməli əldi, bağla. Adicə bizdə elə bir kət yerlərində düzdür, su yoxudur, artizanlar vuruldu. Ondan sonra bizdə bostanlar əkildi. Ondan istifadə edirdi, kendi cemaatına siyahat verir, qafına kalxozu da. O vaxtları cemaata bölgü bölünürdü. Gör nə qədər oldu ki, bizim kətdə bir elə bir kəndə 13 kilo taxıl bölgüsü oldu. Noxud bölüldü. Yerli təsərrüfatın başçıları deyim də, sayalanları öz kəndimizdən idi. Ona görə də toplantı çox olurdu məhsul. Ona görə də bizdə elə genişlik əmələlərdi. Sonradan kətdə bir bazar açılmışdı. O bazarda kənd təsərrüfatıda yetişən meyvələrdən, nələrdənsə gətirib orada satırdı. Kənardan, kəndin özündə, kənardan gələnlər istifadə edirdi. Bizim kətdəki mehribançılıq bəlkə də heç bir yerdə olmazdı. Elə bilirdin ki, o boyda kənd bir ailədir, bir ailədir. Bizim bu kəndin gözəlliyini itirənlərin, Allah Teala onların kökün üstün bu torpaqdan ki, bizim bu kəndin belə görkəmin, ziyallığını itiribdi. Neyiniyək ki bilə? Baxdıqca bizim bu kəndin gözəlliyinə heyrətlənirəm mən. Bizim bu kətdə çox gözəllik, çox şərait. İndi belə bir deyə bu işıq tıfarlara, buralara baxdıqca o qədər qəhərlənirəm ki, mən nədir ki bu belə? Belə olmayaydı kəş. Bizim kəndin bu torpağı, bu günə qoyanları Allah Teala gözündən zəlli eləsin. Onlara Allah Teala işıqlığını görməyə göz verməsin. Bizimki bu torpağın görkəmin belə itiriblər kəndin. Bizim kənd axı belə kət deyildi. Bizim kəndin baxdıqca bizim kətdən həvəs alırdın. Mən sizə bir maraqlı cəhəti də deyim ki, belə ağsaqqallar, bağbırçələr bəzən 6 oğlu vardı. Onları ayrıca ev tikmir. Deyir, yox, ayrılmaq olmaz. 2 böyük ev tikirdi, hamısını yığırdılar ora və hamı da orada qalırdı. Məsələn, maraqlıdır ki, belə ailələrin birində mən yaşamışam. Hətta 1-ci sinifə qədər də bizim ailə belə 5 qardaş bir yerdə yaşayırdılar. Ən maraqlısı bu 5 ailədə həm əmimgil, onların həyat yoldaşı, uşaqlara çəkilən yemək idi. Bilirsiniz, bu necə maraqlı bir səhnə idi. Mən bu səhnəni yalnız sonralar Kitab-ı Dədə Qorqudu və Oğuznaməni oxuyandan sonra başa düşdüm. Çünki orada əslində o 24 Oğuz boyunun hansı hissəsinə, ətin hansı hissəsi veriləcəkdi, əvvəldən bilinirdi. Da çömçəni belə salanda kimə hansı tikə gəlirdi onu vermək deyilən bir adət yox idi. Ona görə bizdə də yadımdadır ki, məsələn bir neçə toyuq pişilərini bilirdi ki, böyük əmiyə, böyük əmmin yoldaşına və s. hansı tikə verəcəkdi. Amma tam səmimi deyirəm, ən yaxşı tikənin birini mənə verirdilər. Kiçik olsam da babalarının və atalarının adını mənə qoyduqlarına görə həmişə məni əzizləyirdilər və yeməyin də yaxşısını verirlər. Nənəm də özünün həyat yoldaşının adı qoyulduğuna görə mənə xüsusi bir münasibət verdi. Xoş gəlmişsiniz, başına dönüm. Gözəl kəndimiz, öyrənlər gələndə valla torpağından öpürdüm. 84 yaşım var, yaxşı rahat olmuşuq, hər şeyimiz yaxşı. Rahatçılığından vallahi evlərimin 2 dənə darvazası var idi. 8 otaqlıydı, 6 üst. İçəridən pilləkənlər içəridən çıxırdı. Qazlar çəkilmişdi evlərimizə. Hər şərait yaxşı idi. Başına dönüm. Mehribanıdıq.
Qonşularımız Allah haqqı ilə mehriban olub, bacı, hamısı. Gəliblər, hər işə əl atıblar, kömək eləyiblər. Qonaq gəlsin, gənə onun kimi. Dana yaxşı qonşularımız olub. Sonra da hərə bir yana çıxdı, getdi, heç tapa bilmədik qohumlarımızı, qonşularımızı. Qonşu ayıb öldü. Vallahi bir şey olanda hamısı tökülürdü, qomarqalanıb. Hər işi görürdülər. Heç yad adam lazım deyildi, elə qonşularım bəs eləyirdi. Kəndin başı hardaydı, ayağı hardaydı. Hamısı bir hay düşsün, gəlirdilər. Gəlirdilər belə məncəlisi yola salırdılar. Xeyir işi də, şər işi də yola salırdılar. Axşam da gedirdilər evlərinə, bir dəlirdilər. Yığıncağın bax, o fason olurdu, başına dönüm. Özümüzdə daimi fermada olmuşuq. Yaylaqlarımızda Kəlbəcərdə Dəldağ'daydık. Orada qəşəng günlər görmüşüm. İrahatçılıq, onunla göy çimən. Elə bir həftəyə qoyun mal gedirdi. Ondan sonra da maşınla evlərimiz gedirdi. Gedirdi, yalaçıqlar tikilirdi. Bundan ona. Dolanışıqdakında şərait laf yaxşı. Daim əlimiz belə yağla, pendirlə oynamış adamıdıq. İndi də gən Allaha şükür heyləyik. Vallahi gündə bir heyvan kəsilir, qonaq, qara. Bu evlərdə elə dağıldı hamısı. Erməninin tıfağını Allah dağılsın. Şəraitimiz yaxşı idi, çox dedikcə. Erməni qoymadı ki, yaşayaq. O günlərə qoydu bizi. Sonra erməni elə qaça-qaç elədi, çıxdıq, getdik. Evlərimizi elə dağıtdılar. İndi yurtlarımızı görürəm, gəlib elə ara bir baxıb gedirik. O deyə qabırsanlığımız orada, şahidlərimiz, ondan ölənlərimizin qabırın tikəldiblər. Şəkilləri qoyulub. İndi də Allaha şükür ki, elə gəlmişik, elə bu torpağımızı görürük. Elə indicə yurtlara baxıb gəldik. Daşları topaylayıblar evlərimizin. 7-ci sinifə kimi oxumuşam, oxumamışam. Elə bir ki, Novruzluya müəllim, Novruzluya gedib gəlirdi uşaqlar. Oraya da mənim qardaşım. O bizi qoymadı Novruzluya gedək. Elə o 7-ci sinifdə də qaldıq, 7-lik vardı məktəbimizdə. O Novruzluya da piyada cəmaat gedirdilər tezdən. Allah bir ha vaxtda gəlirdilər. Yol uzaqdı, hə. Tezdən çıxırdılar saat 5-də. Güclə gedib çıxırdılar Novruzlu məktəbinə. Mənim qardaşım da orada oxuyurdu. Dedi, yox, mən bacımı qoymuram. Qoymadı. Müəllim gəldi, aparmağa qoymadı. Elə oxumaq deyirdi, yaxşıdır, amma da bacı, oraya qoymuram gedəsiniz, Novruzluya. Bax, elə savadsız qaldıq biz. Qoymurdular qız uşağı gedi oxuya. Qız uşağı da qoy geçsin, oxusun, özünə hürmət qazansın. Bizim indi dayandığımız yer əslində belə demək mümkünsə Mərzili kəndinin bir növ mərkəzi hesab olunurdu. Həm də ona görə mərkəz ki, məktəb bax buradaydı. Bunun o biri üst tərəfində internat 2 mərtəbəli məktəb vardı və bugün o internatdan demək olar ki, əsər əlamət qalmayıb. Onun üst tərəfində bu məktəbin stadionuydu, böyük stadionudur. Onu da deyim ki, bu orta məktəb kənd adamlarının bütövlükdə ehtiyacını ödəmədiyinə görə sonradan onun arxa tərəfində əlavə bir tikilmişdi. Sonra onun böyründə sonralar 83-84-cü illərdə ayrıca bir fizika kabineti dikildi. Amma bütün bunlar yenə kənd cəmaatının ehtiyacını ödəmədiyinə görə Tipavoy orta məktəb layihəsi əsasında məktəb tikintisinə başlanmışdı. Onun demək olar ki, padvalı da tikilmişdi. Lakin erməni işğalı başladığına görə yarımçıq qaldı. Amma ora gətirilən tikinti materialları ermənilərə qarşı döyüşlərdə, qazılan səngərlərdə istifadə elədi və biz bugün də həmin səngərlərdə onu görə bilirik. Bax, bu məktəb 1962-ci ildə tikilmişdi. Ona qədər indi dayandığımız yer həm də ona görə mərkəzdir ki, bax, bunun o biri tərəfində də kərpişdən bir 8 illik məktəb vardı. 2 məktəbdə yerləşirdi. Onun həyəti demək olar ki, kolxoz avtomobil bazasının demək olar ki, iç-içə idi və ona görə də avtomobillərin səsindən və s. orada durmaq olmurdu. Ona görə də o dövrdə 1962-ci ilə qədər bu məktəbin 8 illiyini qurtaran adamlar demək olar ki, Novruzlu kəndinə gedirdi. Özə maraqlıdır ki, buradan Novruzlu kəndinə təxminən bir 4-5 kilometr olardı.
demək olar ki, istər yay, isti, istərsə yağış, qar, bütün havalarda buradan olan adamlar ora dərsə gedirdilər. Həm də təkcə oğlanlar yox, qızlar da onlarla bərabər dərsə gedib gəlirdilər Novruz Orta Məktəbinə. Amma 1962-ci ildə nəhayət xalqın istəyi gerçəkləşdi. Burada Mərzili kənd Orta Məktəbi açıldı. Çox böyük məktəb idi, sizə deyim ki. Mən də 1962-ci ildə elə açılanda 1-ci sinifə gedən ilk şagirdlərdən biri olmuşdum. Amma talih elə gətirdi ki, mən 1976-81-ci illərdə institutu qurtardıqdan sonra çox gənc yaşımda 22 yaşından gəldim. Burada müəllim işlədim və 5 il burada müəllim kimi çalışandan sonra Bakı Dövlət Universitetinin aspirantura, əyani aspiranturaya qəbul olduğuna görə buradan getdim. Amma bu məktəbin sizə deyim ki, çox tanınmış şagirdləri olubdu ki, bunlar təkcə Respublikada deyil, Respublikanın kənarlarında, çox-çox uzaqlarda da tanıdır. Əvvəla deyim ki, bizim kəndin yetirmələrindən biri Xudu müəllim dünyada tanınan bir şəxsdir. Eyni zamanda başqa bir ziyalımız Yusuf Səmədov da həmişə bu məktəbə gəlirdi, ünsiyyət bağlayırdı, dərslərin keçirilməsi, çətinliklərlə bağlı maraqlanırdı. Bəlkə də Respublikada ya ikinci, ya üçüncü bir məktəbidir ki, burada riyaziyyat kabineti o dövrdə yenicə kompüter çıxırdı. Çox nadir hallarda idi ki, o özünün bütövlükdə Moskva və SSR-in müxtəlif yerlərindəki əlaqələrindən istifadə edərək bütöv bir məktəbi o dövrdə çox gənc, 24 yaşında şərəf nişanı ordeni almış, sonra 1-ci Qarabağ müharibəsində döyüşlərdə olduqca fədakarcasına çalışan Qarakənd yaxınlığındakı döyüşdə çənəsinin yarısını güllə aparmışdı. Amma ona baxmayaraq o sona qədər döyüşmüşdü və qazi idi. Firdovsi Qasımovdu. O riyaziyyatı demək olar ki, şeir kimi deyirdi. Ona ayrıca bir kabinet təşkil olunmuşdu. Onun kabineti demək olar ki, təkcə Ağdamda yox, Respublikada barmaqla göstərilən məktəblərdən biri idi. Yəni belə bir məktəb idi. Bu kənddə çalışan müəllimlər o qədər məsuliyyətli, savadlı idi ki, bir neçə ildən sonra əksinə demək olar ki, qonşu kəndlərdən olan gənclər buraya oxumağa gəldilər. O dövrdə də sizə deyim ki, Mərzili kənd Orta Məktəbində Bayram Bayramov adlı bir müəllim, yerli sakin direktordur. O ümumiyyətlə maarif fədaisi idi. Və demək olar ki, bəlkə də buna çox haqlı olaraq müəllimliyin Bayram müəllim zirvəsi də deyirlər, çox doğru da bunu deyirlər. Çünki onun dövründə məktəbdəki nizam-intizam, dərslərin səviyyəsi demək olar ki, hər tərəfdə fərqli idi. Bu məktəbdən başqa, Səadət xanım, ümumiyyətlə Mərzilidə kəndin yuxarı hissəsində bir 4 illik ibtidai sinif də var idi. Kənd çünki çox böyük idi, oradan kiçik yaşlı uşaqların hamısı bura gələ bilmirdi. Həm də, məsələn, o dövrdə kənd adamlarının xeyli hissəsi Şühralı deyilən ərazidə, Qoşaburunda və s. də fermada yaşadığına görə bir ibtidai sinif də fermada yaradılmışdı. Ferma ibtidai məktəbidir. Həm də 4-cü sinifdən yuxarıda olan uşaqların evlərinə gedib gəlməsi çətin olduğuna görə bu məktəbin həyətində bir neçə ildən sonra artıq 70-ci illərin əvvəllərində internat tikilmişdi. Çox tipavoy bir internat idi, gözəl internat idi və ata-anası kənarda yaşayan adamlar orada qalırdı və orada da hər cür şərait yaradılmışdı. Xüsusilə onların dərsdən sonraki dərslərin hazırlaması, məsəl və misalların olunması, günlərinin məktəb şagirdinə layiq şəkildə tərtib edilməsinə xüsusi diqqət yetirilirdi. Mən indi doğma kəndimizin elə bir məkanındayam, elə bir ünvanındayam ki, o mənim həyatımda müstəsna rol oynamış bir yerdir. Xudu Məmmədov adına Mərzili kənd Orta Məktəbidir. Mən 1983-cü, 92-ci illərdə burada təhsil almışam və sizə deyim ki, evimizdən, kəndimizdəki məhəlləmizdən sonra ömür boyu mənim özümü ən rahat hiss elədiyim məkanlar arasında bu məktəb çox güman ki, birinci yer tutur. Çünki təkcə burada mənim uşaqlıq illərim keçdiyinə görə əziz deyil, ümumiyyətcə mənim xarakterimə görə, dünya görüşümə görə mən həmişə bax bu orta məktəbdə özümü ən rahat hiss elədiyim bir yer olub. Burada xoşbəxt olmuşam. Mən fikirləşirəm ki, xoşbəxtçilik deyəndə bax mənim məktəb illərim təkcə ona görə yox ki, mən oxuyan şagird idim. Ümumiyyətcə bağlı idim bu məktəbə və bəzən elə olurdu ki, mən həqiqətən
evə getmək istəmirdim. Başqa ev işləri ilə, qayğıları ilə biz o dövrün uşaqları başqa işlərlə də məşğul olurduq da evə kömək edirdik. Və bu məktəb mənim üçün xüsusən ona görə doğma idi ki, mən burada çox sevimli, çox dövrünə görə də elindinin özündə də çox səviyyəli müəllimlərdən biz öyrənmişik, təhsil almışıq. Məktəbimiz çox böyük bir, indiki universitet kampüslərinə oxşayan bir məkan idi. Mənim xatırladığım qədər 4 korpus idi. Bax, bu gördüyümüz əsas korpusdur. Burada fən kabinetləri vardı, məktəbin rəhbərliyi, müəllimlər otağı və direktorun kabineti buradaydı. İndi sıralama ilə buradan ingilis dili, rus dili, riyaziyyat və yenə də müxtəlif fənlər, ta ki gəlirdi yenə riyaziyyat və ingilis dili, ədəbiyyat kabinetləri var idi. Bura məktəbimizin girişi idi. Sağda, solda. Bura gül-gülistan bir yer idi, güllər idi. O güllərin cırlaşmış da olsa, yabanılaşmış da olsa, onların burada budaqları, kökləri qalıb və yenidən sanki bir oyanıb, canlanıb. Bu tərəfdə də eyni qaydada. Bax, o yasəmən ağacı da o vaxtdan var idi. O yenidən orada pöhrə verib, qalxıb. Sanki o da o azadlığın havasının, qoxusunu alıb. Bu ağaçlar, bunlar ağaçları var idi belə, amma gördüyü kimi kökləri qocalıb artıq. Bu divarların özü kimi onlar da sanki o dövrün bir qoca bir yadigarı kimi qalıb. Məktəb çox abad bir məktəb idi, sizə deyim ki, sözsüz ki abad idi və bu yerli materiallardan istifadə olunub tikilib. Bu daşlara siz başqa yerlərdə çox güman ki rast gələ bilməzsiniz. Bizim burada yerli, məhəlli dildə ona çırt daş deyirdilər. Çünki toxunanda belə çırtdaq verən bir daşlar idi. Burayla biz gəlirdik koridora. Mən indi gəlirəm, o vaxtı mən sinifkom idim. Sinifkom da 80-ci illərin sonlarına doğru bir demokratikləşmə mühiti ilə əlaqədar siniflərdə seçki ilə keçirilirdi. Sinif rəhbərimiz seçki qoyurdu. Mən bir neçə il sinif nümayəndəsi oldum. Əlimdə jurnal o korpusa, bu korpusa, buradan ki jurnalı götürürdük. Gedirdim, gəzirdim və xatirimdədir ki, həmin o rahatlığın, xoşbəxtliyin təsiri ilə də mən biraz da o uşaqlığın verdiyi cahilliklə çox şəslə yeriyib gəlirdim. Üzü yuxarı yaxud oradan aşağı. İçəri keçəndə burada bizim koridorumuz idi. Bax, bu koridor boyu fən kabinetləri idi. Burada məktəbin rəhbərliyi mərkəzdə idi. Divarda şərəf lövhəsi, kəndin, bu məktəbin yetirdiyi ən görkəmli məzunların portretləri var idi ki, onlar bizə nümunə idi. Divar qəzetimiz buraxılırdı. Mən bir neçə il o divar qəzetinin də rəhbəri olmuşam. İndi bu kabinetdə mən belə gedirəm, əslində artıq biraz adaptasiya olunmuşam deyə mənə rahat gəlir. Amma burayla addımlamaq məni aradan 35 ilə yaxın, 40 ilə yaxın vaxtı götürür, hətta biraz da ondan çox. Mən sanki qayıdıram təzədən o dövrə. Bax, bunun döşəmələri yadımdadır, yumru-yumru daşlardan qəribə döşəmələri vardı. Otaqlarımız o dövrün rəngləri ilə boyanmışdı, ortadan bir xətlə ayrılırdı. Bir rəng yuxarı, sarı rəng aşağı, ya qırmızı rəng. Bu baş oradan gedirdik, fən kabinetlərimiz dediyim kimi müxtəlif. Arxa tərəf o gördüyümüz ki, oradan bir panorama açılır. Ora bu məktəbin həm bir ara orada biz qaçaq yolla bəzi dərsdən sonra futbol oynadığımız yer idi. Həm də orada bir bağ salınmışdı ki, onarlar da onun əsərləridir, o vaxtdan qalıb. Ağac əkilirdi, bir taxta yapışdırılırdı və hansı uşaq, hansı şagird əkib, o da ora müəllimlərimiz deyirdilər, biz onu ora qeyd edirdik. Buradan ki, çıxırdıq üzü belə, mənim sağımda ibtidai sinifimizin korpusu var idi. Orada ibtidai dərslər biz 3-cü sinifə qədər, 4-cü sinifə qədər oxuyurduq, sonra keçirdik bura. Bundan sonra sol tərəfimizdə bizim bəzi kimya, biologiya, riyaziyyat, tarix və o dövr üçün kifayət qədər yenilik sayılan informatika otağımız vardı. İnformatika otağımızda indiyə qədər də xatırlayıram, korvet tipli kompüterlər düzülmüşdü. Biz ilk kompüter təhsilimizi, ilk o elementar ibtidai biliklərimizi oradan alırdıq. Allah rəhmət eləsin müəllimlərimizə. Kimya kabinetimiz çox müasir səviyyəli idi. Çox yaxşı laboratoriya şəraiti vardı kimya kabinetimizin. Coğrafiya kabinetimiz oradaydı. Müxtəlif xəritələr, qlobuslar, dünyanı qavramağımızda xüsusi rol oynayan bir kabinet idi coğrafiya kabineti. Buradan bir asfalt keçid var idi buradan. Çox enli deyildi. Düz üzü yuxarıya qədər uzanırdı. Bu korpusun həyətindən çıxandan sonra o yol belə davam edirdi. Amma bir də üzü yuxarı gedən bizim bir asfalt yolumuz var idi. Kənarlarında hündür qovaq ağacları var idi ki, onların kölgəsində sanki o yolu qoruyurdular. Elə mənim nəzərimdə bir məktəbin yolu nə qədər yaxşı olar, nə qədər işıqlı, aydın olar. Bax, elə o yol mənim yadımda təxminən o qədər qalıb. Bir də yuxarıda, o təpədə bizim fizika, əlavə kimya, avtomobil dərsləri keçirilən ayrıca otağımız var idi. Onun arxasında bədən tərbiyə idman zalımız var idi. O da dövrünə görə kifayət qədər
yaxşı təchiz olunmuş döşəməsi ilə, idman qurğuları ilə bir yaxşı idman zalımız da var idi. Əvvəl burada bir məktəb bufetimiz vardı. Sonra o bufet sağ tərəfə ibtidai siniflər korpusuna köçdü və nəhayət bizim ən sevimli yerlərimizdən biri. Yuxarıda bizim stadionumuz var idi. Kənd məktəblər arası yarışlar oradan keçirilirdi, bax o təpədə. Sonra o stadion ləğv olundu, bura köçürüldü, arxa tərəfdə burada bir düzəngah var orada. Ora isə bizə əlavə bir korpus tikilirdi. İşğal onu da çox arzularımız kimi yarımçıq qoydu. O çox mərtəbəli bir korpus olmalı idi. Məktəbimizin artıq o bütün tələblərini ödəyə biləcək səviyyədə ən müasir bir tikili halına gələcəkdi. Bax biz o yuxarı korpusumuza çıxsaydıq, onun yerinə çıxanda, kənd sanki qalır aşağıda ayaq altında. Mən onu özüm üçün sonralar belə simvollaşdırdım və indi gələndə də tam əmin oldum ki, sanki bu yeri seçəndə vaxtı ilə məktəb üçün belə qərara gəliblər ki, məktəb təhsil hər şeydən yuxarıda olmalıdır. Məktəb, orta məktəb, hardan baxsan görünməlidir. Müəllimlər, yaxşı oxuyan şagirdlər, məzunlar ucada tutulmalıdır. Əgər desərlər ki, bu kəndi necə xarakterizə eləyərdim, öz kəndini, mən deyərdim ki, çox yüksək səviyyəli məktəbin, təhsil mühitinin yetişdirdiyi, peşəkarları ilə tanınan bir məktəb. Mən elə başa düşürəm ki, indiki dövrdə dünyadakı təhsilin önəmi, müasir təhsilin önəmi daha da artır. Bu kəndin, Mərzilinin təhsil mühitinin, tarixinin araşdırılması, təbliğ olunması təkcə bir fərdi məsələ, bir kənd səviyyəsində, ölkə səviyyəsində deyil. Bu doğrudan çox xüsusi bir model ola bilər. Bizim artıq 11-ci sinifi bitirməyimizə imkan olmadı. Mən 11-ci sinifi Beyləqanda tamamladım, orta təhsilimi, son sinifi. Amma 92-ci ilə qədər məktəbdə təhsil mühiti mümkün qədər qorunmağa çalışırdı. Və bir də bir şey deyim sizə, biz bu yaxınlarda yenə ziyarət elədik buranı. Burada kəndin cavanları, məndən sonraki nəslin nümayəndələri bizə bir yığcam bayram süfrəsi açmışdılar. Mən orada çox təsirli bir epizod gördüm. Bu məktəbində təhsil dayananda, yarımçıq qalanda işğalla əlaqədar 10-12 yaşında olan uşaqlar ki, onlar bizdən sonraydılar, məndən 4-5 yaş kiçik olanlar. Onlar bura elə özlərinin o vaxtki yaşında, 10-12 yaşında uşaqlarını gətirmişlər, öz məktəbləri ilə tanış eləməyə və bu məktəbin keçmiş məzunlarından biri kimi mənlə tanış eləməyə. Mən belə başa düşdüm ki, biz doğrudan da ola bilsin ki, o dövr üçün xoşbəxt məzun olmuşuq sonuncular. Amma mən elə başa düşürəm ki, bu kəndin ən xoşbəxt məzunları bundan sonra da ola bilər. Mən buna böyük bir ümidim var. Ümid varam ki, belə də olacaq. Mən gözümü açmışam, Mərzilinin bax bu, bəlkə də çoxları üçün adi gələn bu təpəli düzənliklərində qaçmışam, oynamışam. Həyatda ilk 5-6 yaşıma qədər insan daha çox informasiya alır dünya ilə, həyatla bağlı. O informasiyanı burada almışam, burada qavramışam. Biraz təbiət etibarilə romantik uşaq olduğuma görə bəlkə də yerlərdən çox mən göyə baxırdım, buludlara, ulduzlara baxırdım. İşğal başa çatandan sonra, kəndimiz azad ediləndən sonra mən açığı bunu bir neçə dəfə demişəm ki, mən elə bilirdim ki, bu kəndimizi mən torpağından, bu uçuq divarlardan daha çox kəndin ərazisinə girəndə göyündəki buludlarla tanıyaram. Mən düşünürəm ki, Mərzili elə mənim bu nəyəmsə, kiməmsə, necə formalaşmışamsa görünür həyatımın ilk 16-17 ili ki bu kənddə keçib. Bax mən elə o 16-17 ilə yəqin ki bunun çox böyük faizini borcluyam. Bu da elə az şey deyil, yəni kifayət qədər çox şeydir. İşğal məndən birinci növbədə onu aldı ki, ilk dəfə ermənilər kəndə soxuldular, sonra geri oturduldular. Amma o ilk mərhələdə 92-ci ilin dekabrın 6-7-sində bizim ev yandırıldı. Yandırıldı və ertəsi günü mən kəndin artıq azad olunandan sonra qismən o evimizə qayıtdım, gördüm. Məndən 10 yaş böyük qardaşımla qayıtmışdım. İndiki adla desək, mən yeniyetməliyimin o qaynar təlatümlü dövründə çox dərin depressiyaya düşdüm. Onun adını indi depressiya deyirəm. O vaxt nəmi sarsıntı deyirdilər, qorxu deyirdilər, ya hər nəsə deyirdilər. Ondan sonra mən 93-cü ildə orta məktəbi bitirdim. Bakı Dövlət Universitetinə qəbul olundum. Birinci semestr başa vuruldu. Bizim qrupda demək olar ki, oğlanlar içərisində yeganəyə məcburi köçkün mən idim. Kəndi rayonu işğal olunmuş adam mən idim. Hərənin qayıtmağa bir yeri vardı, şəhərdəmi, rayonlardamı. Mənim qayıtmağa heç yerim yox idi. Yəni, birinci kurs tələbəsinin o maksimalist, o romantik damarı ki olur, qayıdım kəndimdə bir, nətər deyim də bir özümü göstərim, mən tələbəyəm, Bakıdan gəlmişəm ki, əvvəlki nəslin tələbələrini mən görmüşdüm. Onlarda bir haqlı bir qürur olurdu. O olmayanda mən sanki başa düşdüm ki, işğal elə həm də budur. Ki, mən qayıtmağa bir oturaq bir yerim yoxdur, tanış adamların arası yoxdur. 3-5 öz ailəmiz var, 3-5 də qonum-qonşu kimisə tanıyıram onlar. Birinci zərbə bu oldu. Və ondan sonra mən o kəndsizliyin, o qayıtmağa bir stabil ünvanın olmamağın mən zaman-zaman zərbələrini daddım.
Amma sizə deyim ki, ölkənin hər yerinə səpələnmiş cəmaatımızla hər görüşəndə mən görürdüm ki, elə onlar da təxminən eyni hissləri keçirirlər. Sadəcə biri bunu nisbətən rəvan, yaxşı ifadə edə bilirdi. Bir qismi elə susmağı ilə, sükutu ilə də göstərirdi ki, Mərzili yerində deyil, biz didərgin düşmüşük. Amma sonraki mənim fəaliyyətimdə, deyək ki, jurnalist kimi, filoloq kimi fəaliyyətimdə, başqa sahələrdə hər harda olmuşamsa, gözüm mütləq bir Mərzili axtarıb. Bu kəndin bir məzununu axtarıb və onları tapmışam başqa-başqa ölkələrdə, başqa-başqa rayonlarda. Bütün o rastlaşdığım faktlar da mənim üçün sevindirici olub. Fərəhli olub bu kəndin, bu məktəbin məzunu, bu kəndin bir sakini olmağımla da fəxr eləmişəm. Mən bu kəndə deyirəm ki, xoş görüşdük. İndi bugün elə bir yerdəyəm ki, bu divarlar yəqin ki, hər halda birinci növbədə məni salamlayır. Ola bilsin ki, etibarsızlıqda da qınayır, amma mən söz verirəm və deyirəm ki, bu məktəbin heç vaxt adın, mərtəbəsini aşağı salmaram və salmamışam da. Bundan sonra da övladlarım da yəqin ki, onu davam eləyərlər və bütün yeni nəsillərə arzulayıram ki, bu kəndə bağlılığı olan az çox dərəcədə Xudu Məmmədov adının Mərzili kənd orta məktəbinin adını, mərtəbəsini şəxsi namusları kimi daşısınlar.